Salam olsun əziz və böyük Türk millətim. Salam olsun MGTV izləyicilərimiz. Salam olsun Mustafa bəy sizə. Demək, 2 gün bundan öncə Misirdə dövlət başçılarının və başbakanların görüşləri, Donald Trump'ın da ora gəlməsi və dalga keçməsi. Bunu hər kəs gördü. Daha o detallara girməyəcəm. Orada onun Trump show yaratması və orada imzalar atılması bu Abraham Alyans, yəni İbrahim Alyansının ittifaqına girmək idi və bu da Türkiyəmizdə artıq İbrahim Alyans ittifaqındadır. Qəzzədə sülh məramlıların Türkiyəmizin, Azərbaycanın, Türkiyə məhmədçilərinin, Azərbaycan əsgərlərinin orada sülhün qorunması üçün ora göndərilməsi. Bu bilirsiniz nədir? Bu biriləri Amerika para qazandı, milyardlarla silah satıb. İsrail qətləm yaptı və İsrail ora tam girməyi qarayoluna girə bilmirdi. Əsgərlər, 20 min əskəri məhv edildi. Və bu günləri Türk dünyasında, yəni Türk əskərinin, məhmədçinin, Azərbaycan əskərinin də orada gelib növbət yapması, bu sülhün qorunması, orada İsrail Qəzza bölgəsinə girəsi deyil. Amma ora evangelistlər, siyonistlər və anglosaksonlar arasında bölünmüşdür. Məhmədçilər və əskərlərimiz orada İsraili qoruyacaqlar. Yəni ki, Qəzza tərəfdən, Filistin tərəfdən İsrailə keçən olmasın. Yəni orada bir savaş açan olmasın. Və bilirsinizmi, ən utanç yeri nədir? Bunun da başında duran komutan Suriyada bu yaxınlarda Məzlum Abdi ilə və Tom Barakla, Ankara bölgəsi Tom Barakla bir yerdə yan-yana durub, arxasında xəritə, Suriya xəritəsində Türkiyə Cümhuriyyətimizin Xatay bölgəsində göstərən o xəritədə duran o general CENTCOM-un, yəni Amerikan Mərkəzi Qüvvələrinin o generalı Brett Cooper'dir. Və hamısı da Brett Cooper'e baxacaqdı. Orada olan sülh məramlıların hamısı. İndi Azərbaycanın da yəqin ki, əskərləri gedəcək. Türkiyə Cümhuriyyətimizin də nə qədər orada sülh qoruyan əskərlər var, onların hamısının başında duran həmin o general olacaqdı. CENTCOM-dan olan Brett Cooper və mərkəzdə yerləşək İsraildə. Bunlar orada Türk əskərlərə növbə çəkəcəklər. Yəni qoruyacaqlar. Qəzza tərəfdə nə var ki, qorusunlar? Və Qəzzənin də içində bu günləri İsrail-Qəzza savaşında, Hamas savaşında satılmış, öz millətinə qarşı satılmış Fələstin çetələri var idi. Artıq onlar qaldı orada, orada da iç savaşa gedir. Çünki onları hamısını öldürəcəklər. Hamas onları hamısını qətl edəcək. Artıq İsrail əskəri çıxdı oradan, bunları götürmədilər, bunlar da çetə yaratmışlar. Öz millətini öldürürdülər. Bunlar bu xainləri də orada öldürəcəklər. Və Hamas da heç vaxt silahı yerə qoyası deyil. Ona görə o bölgədə hələ təhlükələr qarşıdadır. Məni düşündürən əsas Türk məhmədçimizin, Türk əskərimizin, Azərbaycan əskərinin orada sülh məramlarından gedib oturmaqları və onların da başında duran Amerikan generalı olacaqdır. Brett Cooper. Məsələ budur. Mənim dediklərimi yəqin ki, anlayanlar anladı. Ona görə mən hər çıxışlarımda dəfələrlə deyirəm ki, Türk dövlətləri, Türk dünyası 200 ildir başımıza gələn bu hərəkətləri görürsünüz, bizi bölüblər, parçalayıblar, istifadə ediblər. Birləşib vahid parlamentimizi qurmalıyıq. Vahid mərkəz yaratmalıyıq. Fikir adamları, düşüncə adamları hamısını bir yerə yığmalıyıq. Buna dövlətlərimiz dəstək verir və öz NATO'muzu yaratmalıyıq. Çünki qarşıda qardaş Pakistanımızın da üzərinə oyun başlayıbdır. Çünki yeganə müsəlman dövləti Pakistan ki, nüvə silahına malikdir. Və bunlar da onu istəmirlər. Ona görə bu Hindistan-Pakistan savaşı, İran-Pakistan savaşı, son Afganistan, Taliban-Pakistan saldırıları. Bunlar hamısı buna hesablanır ki, gələcəkdə Pakistandan əlində olan silahları, yəni nüvə başlıqlarını, hamısının nüvə silahlarını əlindən alsınlar. Pakistan da bizim qardaş dövlətimizdir, həm Türkiyəmizin, həm bizim tarixi birliklərimiz var.
tarixi əlaqələrimiz var, qardaşlıqlarımız var. Və bu oyunlarda buna hesablıdır. Mənim buradan dediyim, Türk dövlətlərinin üst qatında olan hər kəs birləşin. Çünki bizim bu yeni dünya düzəlində birləşməməkdən başqa yolumuz yoxdur. Necə 200 il bizi parçaladılar, dövlətlərə qurdular, hər biri elədilər bu imperialistlər, evangelistlər, siyonistlər, anglosaksonlar. Bugün də həmin işi edirlər. Və hələ ondan da başqa dalğa keçirlər. Ağ Evdə də dalğa keçdilər, Trump dalğa keçdi. Misirdə də bu geri zəkalı Trump, bu showman. Allah'a emanet olun, Allah Türk'ü korusun. Ne mutlu Türk'üm diyene.